Ey elçi, Rəbbindən sənə nazil ediləni təbliğ et. Əgər belə etməsən, onun göstərişini yerinə yetirmiş olmazsa, Cemaat, sizin aranızda çox qiymətli iki əmanət qoyuram. Biri Qur'an, digəri Əhl-i Beytdir. Allah mənim Mövlamdır. Mən də möminlərin Mövlasıyam. Mən kimin Mövlasıyamsa, bu Əli də onun Mövlasıdır. İlahi, onu sevəni sev, ona düşmən olanla düşmən.